Salam, hər vaxtınız xeyir olsun əziz müəllimlər. Son mövzumuz olan sosial intizam modeli və stimula cavab nəzəriyyəsinin izahını təqdim edəcəm sizə bu gün. Bu mövzumuz da bizim şagirdin davranışları ilə bağlı olan bir mövzumuzdur, nəzəriyyəmizdir. Keçən dəfə də qeyd etmişdim ki, sizə bu nəzəriyyələr hamısı bizə bir başlıq altında təqdim olunub, şagird davranışının idarə olunması adı altında. Bugünkü danışacağımız sosial intizam modelinin banisi Rudolf Dreikurs olmuşdur. Bu da Avstraliyalı psixiatr və pedaqoq olmuşdur. Şagirdin davranışları ilə bağlı tədqiqatlar aparmış olan pedaqoqlardan biridir. Rudolf Dreikurs deyir ki, şagirdlərə cəza və mükafat olmadan əməkdaşlıq şəraitində onların davranışını biz stimullaşdıra bilərik deyirdi. Və sosial intizam modeli adlı bir model hazırlayıb. Sosial intizam modelində Dreikurs qeyd edir ki, biz şagirdlərin hər hansı bir davranışına görə onları mükafatlandırmaq və cəzalandırmaq əvəzinə onlara əməkdaşlıq şəraitində onların həmən o davranışını azalda və yaxud da artıra bilərik deyirdi. Baxın, burada da qeyd olunduğu kimi yadda saxlayın. Bu metodikada cəza və mükafat olmadan əməkdaşlıq davranışı stimullaşdırmağı təklif edir. Burada əməkdaşlığa yönəlik metod əsas məqsəddir. Yəni, sosial intizam modelinin əsas məqsədi əməkdaşlığa yönəlik olan bir şəraitin yaradılmasıdır. Bir sözlə fikrimizi ümumiləşdirək. Dreikurs deyir ki, şagirdin hər hansısa bir davranış nümayiş etdirirsə, istər yaxşı bir davranış olsun, istər bir pis davranış, həmən şagirdə cəza verməklə və yaxud da mükafat verməklə yox, şagirdi əməkdaşlıq prosesinə cəlb edərək həmən o davranışı biz stimullaşdıra bilərik. Yəni, arzu olunan davranışdırsa artıra bilərik, pis bir davranışdırsa biz onu azalda bilərik. Yəni, əməkdaşlıq şəraitinə sövq eləyirdi. Əməkdaşlıq şəraitində davranışı stimullaşdıra bilərik deyirdilər. Məsələn, kimsə tutalım ki, ev tapşırığını etməyib gəlib sinifdə olan şagirdlərdən nizam-intizam qaydalarını pozan bir şagird var. Həmin şagirdi biz daha hazırlıqlı şagirdlərlə əməkdaşlığa sövq edə bilərik. Yəni, Dreikurs deyir ki, uşaqların davranış pozuntusu edəndə onları biz nə cəza verməklə, nə mükafat verməklə yox, onları əməkdaşlığa sövq edin. Davranış pozuntusu olanda onunla əməkdaşlıq edərək onu aradan qaldıra biz bilərik deyirdi. Bu, sosial intizam modelinin əsas məqsədlərindən biridir. Və burada Dreikurs qeyd eləyir ki, insanın pis bir davranışının əsas səbəbi onun sosial qrupa aid olmama hissi ilə əlaqədardır. Baxın, bu doğrudan da belədir. Tutalım ki, sinifə məktəbə yeni gəlmiş bir şagird ola bilər, tədris ilinin ortalarında. Həmin o sinifə daxil olanda o şagird həmin o şagirddən o biri sinif yoldaşlarından qaynayıb qarışa bilmirsə, həmin o sinifə özünü aid edə bilmirsə, artıq başlayacaq öz hərəkətlərində bir aqressivlik nümayiş etdirməyə, davranış pozuntuları olacaq o sinifdə. Ona görə də ilk əvvəl həmin o sosial qrupa aid olduğunu hiss etməlidir şagird. Öz yaşıdlı, həmyaşıdları tərəfindən, müəllimi tərəfindən sevildiyini hiss etməlidir. Belə olmadığı halda bütün mənfi davranışlar uşağın özünə yer tapmaq və status qazanmaq ilə bağlı səhv fərziyyələrin, subyektiv qənaətin nəticəsidir deyir. Və bu da baş verdikdə uşaq 4 dənə səhv məqsəddən biri üzrə hərəkət edir. Baxın, burada 4 dənə səhv məqsəddən danışacağıq biz. Yəni, bir sözlə Dreikurs deyir ki, uşağın pis davranışının əsas səbəblərindən biri onun o düşdüyü sosial qrupa aid olmama hissi ilə əlaqədardır. Şagird özünü həmən o mühitə aid hiss etmir, özünün sevildiyini hiss etmir o mühitdə. Belə olduğu halda da o başlayır artıq aqressivlik nümayiş etdirməyə, davranışlarında yəni davranış pozuntuları nümayiş etdirməyə gətirib çıxarır. Və burada da şagird 4 dənə səhv məqsəddən biri üzrə hərəkət edir. Bu 4 dənə səhv məqsəd hansılardır? Baxın, bu cədvəlin içərisində olanlar. Bunlara xüsusi olaraq diqqət yetirməlisiniz. İndi mən sizə hər birinin izahını verəcəm. Və belə deyim ki, situasiyalarda elə bu cədvəlin üzərindən sizə düşə bilər. Deməli, səhv məqsəd dedik ki, burada uşağın 4 dənə səhv məqsədi var. Birincisi diqqəti cəlb etməkdir. Baxın, burada qeyd olunduğu kimi. İkincisi güc nümayiş etdirmək. Üçüncüsü qisas almaqdır. Dördüncüsü isə çarəsizlik hissi və imtinadır. Bunların ardıcıllığı önəmli deyil. Yəni ki, sadəcə 4 dənə məqsəddir. İndi bir-bir bunlara baxarıq. Birincisi dedik ki, diqqəti cəlb etmək. Burada uşağın məqsədi ondan ibarətdir ki, başqalarını, yəni müəllim və yoldaşlarını məşğul etməklə onlardan xüsusi diqqət və qayğı göstərmək. Baxın, uşağın diqqəti cəlb etmək üçün uşağın burada məqsədi, səhv məqsədi var ki, o məqsəd nədən ibarətdir?
müəllimi öz sinif yoldaşlarını məşğul etməklə onlardan özünə xüsusi diqqət və qayğı gözləyir. Bəzən hal-hazırda da reallıq ondan ibarətdir ki, müəllimlərin çoxu sinif dərs prosesində şagirdlərin bəziləri ilə aktiv şəkildə işləyir, bəziləri prosesdən kənarda qalır. Bəzi şagirdləri görməzdən gəlir, ancaq aktiv olan, oxuyan uşaqlarla, potensialı biraz yüksək olan uşaqlarla işləyir. O biri uşaqlar artıq pasiv uşaqlar, utancaq uşaqlar olsun, onlar biraz prosesdən kənarda qalmış olur. Belə olduğu halda da şagirdlər artıq özlərini, diqqəti özünə cəlb etmək istəyirlər. İstəyirlər ki, özləri də prosesə qoşulsunlar, özləri də diqqət mərkəzində olsunlar və belə olduğu halda uşaq burada başqalar, müəllimi, həm sinif yoldaşlarını məşğul etməklə onlardan xüsusi diqqət və qayğı gözləyir. Burada uşağın inamı, inandığı şey nədir? Mən yalnız diqqət çəkəndə və ya xüsusi qayğı görəndə özümü aid hesab edirəm. Mən yalnız səni mənimlə məşğul etdiyim zaman önəmliyəm. Fikir versiz burada uşaq ona inanır ki, yəni müəllim məni nə vaxt görər? Mən müəllimin başını qarışdırsam, hər hansı bir davranış pozuntusu nümayiş etdirsəm dərs prosesində, müəllim o vaxtı məni görəcək, mənlə məşğul olacaq. Yəni mən də artıq o sinifə aid ola bilərəm düşüncəsində olur. Yəni burada artıq şagird səhv məqsədə köklənir. Tutalım ki, başını bəzən görürsüz ki, uşaqlar sinifdə başını kitaba qoyur və yaxud da hər hansı bir kağızı yumrulayıb ata bilər sinifin içərisinə, qələmi taqqıldada bilər və yaxud başqa bir davranış pozuntuları. Yəni bunu etməkdə şagirdin məqsədi ondan ibarətdir ki, mən də buradayam, mənə də diqqət yetirin, məni də görün, məni də prosesi cəlb edin. Baxın, burada gizli mesaj qeyd olunub. Gizli mesaj ondan ibarətdir ki, şagird mənə diqqət yetirin, məni cəlb edin, mən də prosesə qoşulmaq istəyirəm. Görürsüz, şagird əslində bunu elə belə etmir də. Yəni ki, müəllimin diqqət mərkəzindən yayındığı üçün, müəllim onu görmədiyi üçün, sinif yoldaşları ona məhəl qoymadığı üçün, ona görə artıq burada şagird səhv bir məqsədə yol atmış olur ki, diqqəti özünə cəlb etmək üçün bu cür davranış pozuntuları sinifdə sərgiləmiş olur. Və hər səhv məqsədin düzgün şəkildə həll yolları var. Bu səhv məqsədi həll etmək üçün biz hansı yollardan istifadə edə bilərik? Birincidə qeyd olunur ki, diqqəti minimuma endirmək. Diqqəti minimuma endirmək, davranışa məhəl qoymayın, yaxınlıqda durun, qeyd götürün. Baxın, bunu indi sizə başa salım. Diqqəti minimuma endirmək. Bəzi hallarda sinifdə şagirdlər davranış pozuntuları edəndə müəllim onu görməzdən gələ bilər. Yəni tamamilə onu görməzdən gəlmək yox. Bir var ki, şagird tutalım kağızı yumrulayıb sinifin içərisinə atır, öz sinif yoldaşlarının kiminsə üstünə atır ki, artıq diqqətini özünü cəlb etmək. Yəni bir davranış pozuntusu orada nümayiş etdirir. O vaxtda müəllim o şagirdin üstünə qışqırsa, ay axmaq, ay qanmaz, sən nə edirsən, bu nə hərəkətdir sən eləyirsən. Dərs prosesi artıq fərqli fəaliyyətə yönələcək. O şagird deyəcək ki, mən bunu etmədim, elə belə etdim. Nə bilim, artıq yəni dərs prosesi pozulmuş olacaq. Müəllim də əsəbləşəcək burada, şagird də artıq söz qaytaracaq müəllimə. Ona görə deyirik ki, bu cür hallarda diqqəti minimuma endirmək, davranışa məhəl qoymamaq, yaxınlıqda durmaq və qeyd götürün. Məsələn, müəllim dərsi izah eləyirsə, həmin şagirdin o davranışını görür, amma onun o davranışını görməzdən gələrək, onun davranışına məhəl qoymayaraq, məsələn, o şagirdin yanına keçərək dərsi izah eləyə-eləyə, o şagirdin yanında dura bilər, yaxınlıqda dura bilər, əlini yavaşca çiyninə də qoya bilər hətta ki, yəni müəllim burada şagirdə bir mesaj ötürür ki, mən səni artıq gördüm, sən mənim diqqət mərkəzimdəsən. Yəni şagird artıq onun yaxınlığına keçəndə o davranışı daha göstərməyəcək. Bir var onun üstünə qışqırasan, əsəbləşəsən, nəsə söyəsən, döyəsən. Belə olduğu halda artıq dərs prosesi də pozulmuş olacaq. Amma həmən o diqqəti biz minimuma endirsək, həmən o davranışa biz məhəl qoymasaq, sadəcə yaxınlıqda duraq, əli çiyninə qoya bilərik ki, yəni müəllim artıq burada özü də bir mesaj ötürür ki, ay balı, mən səni artıq gördüm. Sən mənim diqqət mərkəzimdəsən. Artıq şagird həmən o davranışı nə edəcək? Bir daha təkrarlamayacaq. Yəni o davranışı artıq aradan qaldıracaq. İkincisi, burada şagirdin diqqətini yayındırın deyilir. Baxın, şagirdin diqqətini yayındırmaq üçün fəaliyyəti dəyişdirin, sual verin və yaxud da jestdən istifadə edin. Hər hansı bir jestikadan, mimikadan biz istifadə edərək şagirdin o davranışın, yəni həmən o etdiyi davranışın bizim tərəfindən gördüyümüzü biz ona göstərə bilərik. Və yaxud da ən yaxşı üsullardan biri sual verməkdən. Görürsünüz ki, şagird orada diqqəti özünə çəkmək üçün nəsə bir yəni davranış pozuntusu edir də, nə bilim, qələmi taqqıldadır. Həmən vaxtı
şagirdə bir dənə sual verməklə, bu sualda yəni sırf çətin tipli bir sual verərək şagirdi çətin bir vəziyyətdə qoymaq yox. Sadəcə rahat bir keçdiyimiz mövzu ilə bağlı sadə rahat bir sual verərək şagirdin burada məqsəd ondan ibarətdir ki, həmin o davranış pozuntusunu aradan qaldırması, yəni o davranışı sərgiləməsin. Etdiyi səhv hərəkəti ortadan qaldırmağa xidmət etməlidir. Sual verməklə biz artıq şagirdin diqqətini həmin o prosesdən, davranış pozuntusundan yayındıra bilərik. 3-də deyilir ki, uyğun davranışı dəstəkləyin. Təşəkkür edin, təbrik stikeri verin. Məsələn, mən hər hansı bir o davranış pozuntusu edən şagirdə sual vermişəm. O şagird də mənə düzgün şəkildə bir cavab qaytarıb da. O vaxt mən ona təşəkkür edirəm deyə ona təşəkkürümü bildirə bilərəm. Belə olduğu halda şagird özündə də fikirləşər ki, müəllim mənim bu davranışımı görə, yəni sual da verdi, məni prosesi cəlb də etdi. Artıq mən ona cavab qaytardım deyə təşəkkür etdi. Bir növ ona, yəni ki, döymək, söymək əvəzinə, əsəbləşmək, üstünə qışqırmaq əvəzinə, yəni bir sual verərək, həmən o uyğun davranış göstərdisə, onu dəstəkləyərək, təşəkkür edərək artıq fəaliyyəti biz başqa tərəfə, yəni ki, başqa tərəfə yönləndirmiş oluruq və bir növ şagirdə mənəvi bir şillə vurmuş oluruq ki, şagird özü başa düşəcək də öz etdiyi hərəkətdən. Müəllim onun üstünə qışqırmadı, əksinə təşəkkür etdi onun göstərdiyi düzgün bir davranışa görə. Yəni sual verdi, sualın cavabını qaytardı. O vaxtda şagird özünü refleks edəcək ki, mənim də etdiyim hərəkət düzgün deyil. Müəllim mənə bu cür davranırsa, mən ona qarşı bu cür etməli deyiləm. Təbii ki, burada düzgün tərbiyə olunmuş, düzgün, yəni necə deyərlər, dərs prosesinə qoşulmaq istəyən şagirdlərdən söhbət gedir. O çətin tərbiyə olunan şagirdlər təbii ki, bu cür hərəkətlərdən də biz istifadə etsək, onları prosesə yönəldə bilmərik. Sonra gəlir burada dördüncüsü, şagirdə hərəkət etdirin. Deməli, şagirdi hal-hazırda da bir çox müəllimlərimizin istifadə etdiyi ən populyar üsullardan biri şagirdi başqa oturacağa keçməsini xahiş etməkdir. Baxın, burada xahiş etmək deyilir. Biz nə edirik, amma müəllimlər çoxu mən bilirəm ki, dur, rədd ol, get boş partada otur, get filan kəsin yanında əyləş. Bax, bu formada onların üstünə qışqıraraq bunu edirik biz. Yəni, hər hansı bir şagirdin davranış pozuntusu varsa, həmən şagirdi başqa oturacaqda oturmasını biz xahiş edə bilərik. Baxın, bu xahiş etmək bir növ o düzgün bir ünsiyyətdən biz müəllim kimi istifadə ediriksə, mənəvi şillə deməkdir şagirdə. Yəni, onun üstünə qışqırmırıq, əsəbləşmirik, pis söz demirik. Artıq şagird özü etdiyi o hərəkəti özü başa düşəcək, dərk edəcək. Əgərləri düzgün tərbiyə olunmuş bir şagirddirsə, təbii ki, qarşımızdakı. Və təbii ki, bunlar peşəkar bir müəllimin edə biləcəyi hərəkətlərdir. Yəni, hər bir müəllim doğrudan da bu fəaliyyəti yerinə yetirə bilmir. Yəni, müəllimlik çox səbir tələb eləyən bir peşədir. Hər bir müəllim, belə deyim ki, yəni bu qədər səbirlə, təmkinlə hərəkət edə bilmir. Peşəkar şəkildə, düzgün şəkildə öz fəaliyyətini yerinə yetirən müəllimlər, təbii ki, səbir və təmkinli olan müəllimlər bu işi yerinə yetirə bilər. Bəzən özümüz də yəni hövsələdən çıxırıq, bu qədər yəni yaxşı davrana bilmirik şagirdin o hərəkətləri qarşısında. Amma təbii ki, bu cür eləsək biz, o davranış pozuntuları da sinifdə get-gedə azalacaq. Və burada da dedik ki, dördüncü həll yolu şagirdin başqa oturacaqda oturmasını xahiş etmək və düşüncə kreslosuna göndərmək. Bu düşüncə kreslosu yəni məcazi mənada işlənən bir şeydir. Əgərləri tək bir parta varsa, həmən o partada şagirdin oturmasına, yəni o gedib orada oturmasını istəyə bilərik və orada şagirdin öz etdiyi hərəkəti özü refleks etsin ki, yəni mənim etdiyim hərəkət düzgündürmü? Yəni ki, artıq özünə düşünsün ki, etdiyi hərəkətdən bir nəticə çıxarsın. Bu da düşüncə kreslosu adlanır. Sonra bu oldu bizim səhv məqsədimiz. Birinci səhv məqsədimiz diqqəti cəlb etmək idi və onun həll yolları idi. İndi ikinci səhv məqsədimiz nədir burada? Yəni şagirdin səhv məqsədi daha doğrusu. Güc nümayiş etdirmək. Güc nümayiş etdirmək şagirdin səhv məqsədi və onun da həll yolları var, onlara da baxacağıq. Deməli, burada uşağın məqsədi ondan ibarətdir ki, güc nümayiş etdirməklə nüfuz qazanmağa çalışmaq. Görürsünüz burada güc nümayiş etdirməklə nüfuz qazanmağa çalışır. Bəzən bunu belə başa salım ki, tutalım ki, sinifdə elə şagirdlər olur ki, məsələn, müəlliminə əsəbləşir, davranış pozuntusu nümayiş etdirir. Müəllim deyir ki, dur lövhəni sil. Deyir ki, silmirəm müəllim. Kitab dəftərini aç deyəndə açmıram. Nə bilim, kitabı gətir deyəndə gətirmirəm. Artıq görürsünüz, güc nümayiş etdirməklə özünə nüfuz qazanmağa çalışır. Burada uşağın inancı nədir? Mən yalnız nüfuzlu olduğum və vəziyyətə nəzarət etdiyim və
və ya heç kim mənim üzərimdə nüfuz sahibi ola bilməyəcəyini sübut etdiyim zaman özümü mənsub hiss edirəm. Yəni burada uşaq əslində öz gücünü öyrənmə prosesində göstərmək istəyir. Lakin burada müəllim tərəfindən görülmədiyi üçün artıq başlayır öz gücünü başqa formatda nümayiş etdirməyə. Yəni müəllimə qarşı çıxmağa və yaxud da yoldaşlarına qarşı müəllimə bir dənə söz qaytarır və çönüb uşaqların üzünə baxır ki, hə, görürsüz mən hamıdan güclüyəm, müəllimə söz qaytardım. Görürsüz müəllim mənə nəsə deyə bilmədi. Bax burada uşağın inancı məqsədi güc nümayiş etdirməklə sadəcə özünün nüfuz qazanmaqdır. Və burada gizli mesaja baxın. Əslində mənə köməklik edin. Mənə seçimlər verin. Özümü bacarıqlı hiss etmək istəyirəm. Hadi biz keçən dərsdə də keçmişdik. O şagirdən 5 dənə ehtiyacı var idi. O 5 dənə ehtiyacdan biri də nə idi? Güc idi. Yəni şagirdi biz o gücünü göstərmək üçün dərs prosesində o gücünü göstərməsinə sövq etməli idik. Şagirdin hər hansı bir etdiyi tapşırığı, onu belə deyim ki, fəaliyyətini qiymətləndirə bilərik, dəyərləndirə bilərik ki, şagird özünü belə deyim ki, o gücünü öyrənmə prosesində göstərsin. Yoxsa başqa fəaliyyətlərdə özünü, öz gücünü nümayiş etdirməyə çalışacaq. Burada gizli bir mesaj nədir şagirddən ötürdü? Mənə köməklik edin. Mənə seçimlər verin ki, özümü bacarıqlı hiss etmək istəyirəm. Yəni şagirdə şərait yaratmalıyıq ki, özünü, öz bildiklərini nümayiş etdirə bilsin. Hər hansı bir ona uyğun tapşırıq verə bilərik, ona seçim verə bilərik ki, şagird öz gücünü, öz belə deyim ki, inamını bizə nümayiş etdirə bilsin. Bu da oldu bizim güc nümayiş etdirmək. Və bunun da həll yollarına baxaq indi. Həll yolları ondan ibarətdir ki, soyuqqanlılığı qoruyun, gərginlik və qarşı durmadan yayının. Baxın, məsələn, uşağa müəllim deyir ki, dur lövhəni sil. O vaxtı şagird silmirəm deyə cavab verirsə, bu vaxtı müəllim onun üstünə qışqırırsa, əsəbləşirsə, artıq orada gərginlik baş verəcək. Müəllim şagirdin üstünə qışqıracaq. Şagird nəsə çönüb müəllimə bir pis söz qaytaracaq. Belə olduğu halda artıq başlayacaq sinifdə bir tamaşaya çevrilməyə. Ona görə müəllim burada nə etməlidir? Soyuqqanlılığı qorumalıdır. Çox müəllim təbii ki, bunu edə bilməz, amma dediyim kimi peşəkar müəllimlər, öz işini bilən müəllimlər bu üsullardan istifadə etdikdə davranış pozuntularında qarşısını almaq rahat olacaq. Soyuqqanlılığı qorumalıdır. Gərginlik və qarşı durmadan, uşaqla qarşı durmadan müəllim burada yayınmalıdır. Davranışları ilə mütləq razılaşmadan perspektivlərini, hisslərini və narahatlıqlarını tanıyın. Baxın, burada nə deyilir? Davranışları ilə mütləq razılaşmadan. Yəni ki, müəllim o soyuqqanlılığı qoruyursa, gərginlik və qarşı durmadan yayınırsa, bu o demək deyil ki, o şagirdin etdiyi davranışı qəbul etməlidir. Sadəcə həmən o şagirdin davranışı ilə razılaşmadan hissləri və narahatlıqlarını tanımalıyıq. Yəni biz bir peşəkar müəllim kimi şagirdə empatiya göstərməyi bacarmalıyıq ki, şagird mən nə etmişəm ki, dərs prosesində şagird mənə qarşı həmən o sözü qaytarır ki, mən silmirəm o lövhəni. Deməli burada peşəkar müəllim nə etməlidir? Sakit, təmkinli şəkildə çıxış eləyərək şagirdin o narahatlığı nədirsə, onu başa düşməlidir, anlamalıdır və onu ortadan qaldırmalıdır. Yəni şagirdlə bir növ empatiya qurmalıdır ki, həmin o davranışı nəyə görə mənə sərgilədi? Nəyə görə mənə o sözü qaytardı ki, o uşaq kimdir ki, hə, müəllimə söz qaytarsın, nə bilim, başlasa o proses gərgin tərəfə, tamaşaya çevrilməyə keçəcək. Amma müəllim burada empatiya qurmalıdır ki, bir müəllim kimi mən nə hərəkət etmişəm, şagird mənə o sözü qaytarıb. Ona görə onu başa düşmək lazımdır, o narahatlığı, hissləri nədən irəli gəldiyini. Sonra burada gəlir üçüncü time outdan istifadə. Time out nə deməkdir? Yəni o futbolda da olur, fasilə deməkdir. Biz hətta köhnə kitablarda da, time kitablarda var idi. Daha o yoxdur time outdan istifadə. Yəni qısa fasilə deməkdir. Burada dərs təbii ki, dərs prosesini saxlayıb bütöv, yəni ki, vəziyyəti uşaqla dava-dalaşa sərf eləyim, nə bilim, bir gərginlik yaransın, qarşı durma baş versin orada yox. Təbii ki, qısa bir fasilə etməklə dərs prosesini biraz saxlayıb həmin o problemin nə olduğunu biz öyrənə bilərik. Yəni burada uşağı başa düşmək üçün, problemin nə olduğunu öyrənmək üçün time outdan, qısa fasilədən istifadə edə bilərik. Dördüncü gəlir burada fərdi söhbətlər etmək. Təbii ki, fərdi söhbətlər dərsdən sonra da fərdi söhbət apara bilərik. Dərs prosesini saxlayım, dərsi qıraqda qoyum, şagirdlə ancaq fərdi söhbətlərə keçim, yox. Burada da artıq müəllim həmin situasiyanın tamaşaya çevrilməsinin qarşısını almaq, daha diqqətli, konstruktiv müzakirəyə imkan yaratmaq məqsədi daşıyır. Yəni burada müəllim peşəkar şəkildə onunla söhbətlər apararaq səbəbi, o cür davranış nümayiş etdirməyinin səbəbini araşdırıb onu tapmalıdır. Dağıdıcı davranışın nəticələri aydın şəkildə təsvir edin, ədalətli, ardıcıl olun. Nəticələrin yalnız
yanlış davranışla bağlı olmasını təmin edin. Nəticələr cəza tədbirlərinə deyil, düzəldici fəaliyyətlərə diqqət yetirməlidir. Baxın, nə deyilir burada? Nəticələr cəza tədbirinə deyil, düzəldici fəaliyyətlərə diqqət yetirməlidir. Uşaqla da fərdi söhbət aparır, o vaxtı uşağın üstünə qışqıraraq, ona hədə qorxu gələrək, sən kimsən mənə bu cür hərəkətlər nümayiş etdirirsən, yox və yaxud da sənin direktorun yanına aparacam. Bu formada biz cəza tədbirlərinə əl atmamalıyıq. Əksinə düzəldici fəaliyyətə, yəni şagirdlə bir növ peşəkar bir müəllim kimi psixoloji söhbət apararaq düzgün şəkildə onu düzəldici fəaliyyətə diqqət yetirməliyik. Yəni onun etdiyi hərəkəti özü başa düşməsinə sövq etməliyik. Düzgün şəkildə. Təbii ki, bunu yenə deyirəm, peşəkar müəllimlər bacaracaq. Sonra gəlir burada üçüncü səhv məqsəd şagirdlərin. Üçüncü səhv məqsəd ondan ibarətdir ki, qisas almaq. Burada qisas almaq deyəndə uşağın məqsədi əvəzini çıxmaq, inancı nədən ibarətdir? Özüm incinəndə başqalarını da incidirəm. Mən bəyənilə və sevilə bilmirəm. Baxın, burada da əvəzini çıxır da. Yəni şagird tutalım ki, sinif yoldaşlarından kimisə inciyib, müəllimə qarşı kimisə inciyibsə, artıq başlayır qisas almağa. Müəllim dərsi danışanda tez-tez ona, nə bilim, başqa suallar verərək onun müəllimin sözünü kəsəcək və yaxud da yoldaşı dərs danışmağa lövhəyə çıxıbsa, hər hansı bir misalı həll edəcəksə, yerdən ona durmadan sual verəcək. Yəni ki, bir növ qisasını almağa çalışır da, əvəzini çıxmağa çalışır uşaq burada. Burada uşağın əksinə gizli mesajı nədir? Mənə kömək et, incimişəm, hisslərimi qəbul et, mən sayıldığımı hiss etmək istəyirəm. Yəni artıq burada yenə də uşaq gizli bir mesaj ötürür ki, mənə köməklik göstərin, mən səndən incimişəm, mənim hisslərimi qəbul edin, mən sayıldığımı hiss etmək istəyirəm. Ona görə də şagird bu cür hərəkətlərə addım atır. Və burada da həll yolları da bizim bu ikinci güc nümayiş etdirməkdə olan bütün, belə deyim ki, həll yolları burada şamil olunur. Ən sonuncu, dördüncü çarəsizlik hissi və imtinadır. Çarəsizlik hissi və imtina. Burada baxın, şagird, uşağın məqsədi nədir? Təslim olmaq və tək qalmaq. Uşağın inancı ondan ibarətdir ki, mən qeyri-kamil olduğum üçün aid ola bilmirəm. Ona görə də başqaları məndən heç nə gözləməməyə inandıracağam. Mən acizəm və bacarmıram. Çalışmağın faydası yoxdur. Çünki müsbət nəticəyə təsiri yoxdur. Burada artıq çarəsizlik hissi və imtina. Şagird burada qapalı düşüncə tərzinə keçir bir növ. Özünə inanmır, özünə güvənmir, özünü aciz deyir, mən bacarmıram deyir. Çalışmağımın da bir mənası, faydası yoxdur. Müsbət nəticəyə təsiri yoxdur. Heç kim məndən heç nə gözləməsin. Bax, burada artıq şagird məqsədsiz olur, təslim olur problemlərə. Belə olduğu halda da müəllim nə etməlidir? Təlim metodlarını dəyişməlidir. Şagirdə özünün edə biləcəyi addımlarla öyrətməlidir. Burada da şagirdin gizli mesajı nədən ibarətdir? Mən öhdəsindən gələ biləcəyim kiçik addımlar göstərin, uğurlarımı vurğulayım, özümü olduğum kimi qəbul etməliyəm, cəsarətlənməyə ehtiyacım var. Yəni burada müəllimdən çox şey asılıdır. Müəllim şagirdi açıq düşüncə tərzinə çevirməlidir. Onun belə deyim ki, onun o hisslərini, onun o düşüncələrini dəyişdirməlidir. İnsan səhvlərindən doğru nəticəyə çıxarmağı bacarmalıdır. Yəni ona bir növ dəstək göstərməlidir. Təlim metodlarını dəyişməlidir müəllim. Yəni şagirdi bir növ onu bacaracağına inandırmalıdır. Və bunun da həll yolları nədir? Təlim metodlarını dəyişdirin. Yəni şagirdə biz adi deyirik ki, birbaşa tədris modelində şagirdə hissəni, hər hansı bir mətni hissə-hissə təqdim edin. Bu şagird deməli bütün hamısını, bütün mövzunu bacara bilmirsə, biz ona deyərik ki, hər hansı bir mətnin hissəsini bunu oxu, təhlil elə, ümumiləşdirib mənə danış. Bir hissəsini ona verə bilərik. Yəni onun öhdəsindən gələ biləcəyi addımlar verə bilərik. Uğurları vurğulasın, özünü olduğu kimi qəbul etsin, cəsarətləndirə bilək şagirdi. Fərdi şəkildə dəstək göstərə bilərik. Uşağın özünə müsbətləri təlqin etməyi öyrədərək, səhvlərindən doğru nəticə çıxarmağı təmin edərək. Yəni bunlar haqqında artıq məlumatınız var. Yəni çox danışmağa da ehtiyac yoxdur. Deməli bu oldu bizim sosial intizam modelimiz. Və sosial intizam modelində də biz dedik ki, şagirdlərin o davranış pozuntularından 4 dənə səhv məqsəd olur şagirdlərdə. Diqqəti cəlb etmək idi, güc nümayiş etdirmək, qisas almaq, çarəsizlik və ya imtina. Hər bir səhv məqsədində düzgün həll yolları var. Onlar haqqında da danışdıq. Və Drey kurs qeyd eləyir ki,
Şagird mənfi davranış nümayiş etdirən uşaq ruhdan düşmüş bir uşaqdır deyir. Onu doğru istiqamətə yönəltmək üçün həvəsləndirmə, cəsarətləndirmə vacib elementdir deyir. Uşaqlar bəyənilməyə can atırlar. Uşaqları təşviq etmək, nailiyyətdən daha çox səy göstərməyə diqqət yetirir. Eyni zamanda onların cəhdlərini davam etdirməyə sövq edir. Yəni ki, Dreykus qeyd edir ki, mənfi bir arzu olunmayan davranış nümayiş etdirən bir uşaq varsa, deməli o uşaq ruhdan düşmüş bir uşaqdır. O uşağı biz nə etməliyik? O uşağı düzgün istiqamətə yönəltməliyik, onu həvəsləndirməliyik, onu cəsarətləndirməliyik. Və bunun üçün də tərif və təşviq var. Baxın, bu cədvəllə diqqət yetirin, bu imtahanda sizə düşə bilər. Dreykus deyir ki, tərif yox, təşviqdən istifadə edin. Tərif nədir? Tərif işin sonunda olan, yəni bizim hər hansı bir fəaliyyəti nümayiş etdirir şagird, fəaliyyət tamamlanır və onun sonunda tərif alır. Tərifləyir ki, sən hamıdan yaxşı elədin, sən hamıdan gözəl yazdın testi. Biz tərifləyirik də bir sözlə, amma biz bilirik ki, tərifləyərkən düzgün tərifləmə metodlarından biz istifadə etməliyik. Baxın, tərifdə nə deyilir? Tamamlanmış nailiyyətə görülən mükafat. Tutalım ki, uşağa hər hansı bir test vermisiniz, hamısını düz yazıb. Burada tərif eləmək olmaz deyir. Dreykus deyir ki, onsuz da onu edib də bu uşaq. Proses tamamlanıb, proses uğurla nəticələnib. Bunu tərif eləməkdənsə təşviq eləyin deyir. Təşviq nədir? Bir işə sövq etmək deməkdir. Yəni bir işə biz sövq ediriksə, 20 dənə test vermişik, uşaq yaxşı nəticə artıq qazanıbsa, onu tərifləmək əvəzinə onu təşviq eləyin ki, növbəti testlərdə də artıq daha yaxşı nəticə əldə etsin. Yəni bir növ o idraki fəaliyyətə yönəlik rəy var. Bax o təşviq eləyin, sövq eləyin ki, növbəti dəfə testlərdə də yaxşı nəticə etsin. Yəni ancaq tərifləyəndə artıq şagird düzgün deyil də biz bu günə kimi keçmişik. Tərifləyərkən düzgün tərifləmə metodundan, rəy verərkən də düzgün şəkildə idraki fəaliyyətə yönəlik rəy. Yəni Dreykus da deyir ki, tərif yox, təşviqdən istifadə edin. Deməli, tərifdə tamamlanmış nailiyyətə görülən mükafatdır, rəqabəti stimullaşdırır, egoizmi stimullaşdırır. Rəqabəti stimullaşdırır, biz bilirik ki, məsələn, mən hər hansı bir uşağı tərifləyirəmsə, afərin Leyla, sən hamıdan yaxşısan, sən hamıdan düzgün yazdın. Artıq tərifləyirəmsə mən, uşaqlar arasında da bir rəqabət baş verəcək, rəqabəti stimullaşdırır. Biz də bilirik ki, kurikulumda rəqabətə köklənən sinif fəaliyyəti yaratmaq düzgün deyil. Egoizmi stimullaşdırır. Egoizm deyəndə artıq şagird burada özünü mükəmməl hiss edəcək. Deyəcək ki, mən hamıdan yaxşıyam, mən hamıdan savadlıyam, mən hamıdan düzgün fəaliyyəti yerinə yetirirəm. Bir mənəm düşüncəsi, bir egoistlik yaranacaq uşaqda. Ona görə tərif yox, təşviqdən istifadə edirik. Təşviq nədir bəs? Bir cəhdin qəbul edilməsidir. Yəni, bir cəhdin qəbul edilməsi deyəndə hər hansı bir işə, uğursuz da olsa, cəhd eləməyə sövq edin deyir. Öz fəaliyyətini qiymətləndirməyə köməklik göstərir şagirdlərə ki, mən özümü qiymətləndirmə aparıram. Mən harda düz etdim, mən nəyi yaxşı etdim, harda səhvim var mənim, zəif güclü cəhətim hansıdır? Bərabərlər arasında mesajdır. Bu bərabərlər arasında mesaj, yəni şagirdin burada yaxşı davranışı və ya uğuru digər şagirdlərə də nümunə olur. Yəni burada artıq rəqabətə köklənən bir sinif yox ha. Yəni şagirdlər özlərində öz yoldaşlarını görür ki, uğurları var, yaxşı bir davranışı var, uğurunu görür. Artıq o biri şagirdlərə də bir nümunə olur da, o bunu edibsə, deməli mən də edə bilərəm. Uşaqlar arasında müsbət davranışlara təşviq edir, onları da ruhlandırır. Yəni o birisi tərifdəki kimi deyil bu. Bərabərlər arasında mesaj olur. Yəni bir-birlərinə baxaraq, bir-birlərinə yaxşı nümunə olurlar və həvəslənirlər bir-birlərinə baxaraq. Əməkdaşlığı stimullaşdırır, adı üstündə əməkdaşlıq şəraitində işləməyə təşviq edir uşaqları və tərifləməklə təşviq fərqləndirildiyi kimi cəzalandırmaya qarşılıq olaraq məntiqi nəticə çıxarma yanaşması da təklif edir. Baxın, bunu da indi sizə başa salım. Deməli, Dreykus deyir ki, imtahanda da düşə bilər sizə tərif yox, tərif əvəzinə təşviqi seçin. Yəni ki, tərifləmək olmaz deyir bir sözlə. Və burada da Dreykus deyir ki, cəzalandırmaya qarşılıq olaraq məntiqi nəticə çıxardın. Cəza yox, məntiqi nəticə. Cəzaya qarşılıq məntiqi nəticə çıxardın. Biz bundan əvvəl operant şərtlənmə nəzəriyyəsində də keçdik ki, şagird hər hansı bir arzu olunmayan davranışı varsa, arzu olunan davranış varsa, mükafatlandırma, cəzalandırmadan istifadə edirik. İndi bu ikisinin fərqi, burada Dreykus deyir ki, cəzalandırma yox, cəzaya qarşılıq məntiqi bir nəticə çıxardın. İndi nümunəyə baxaq, başa düşəcəksiniz.
Bir də deyilir ki, əgər şagird məktəbin divarlarına yazı yazsa, müəllim onu dərsdən sonra saxlaya bilər. Bu cəzadır. Biz bilirik ki, məsələn, şagirdin arzu olunmayan bir davranışı varsa, artıq müəllim onu məsələn dərsdən sonra saxlaya bilər. Dərs prosesində dərsdən sonra da saxla ki, sənə cəza tətbiq etmişəm. Amma bu Dreykus deyir ki, onu müəllim şagirdlərin divarlarını təmizləməyi xahiş edə bilər. Onsuz da bu şagird məktəbin divarını yazıb, düzdür? Ona o cəzanı elə belə dərsdən sonra da məktəbdə qalacaqsan. Bu cəzanı tətbiq etmək əvəzinə onun etdiyi o hərəkətindən məntiqi bir nəticə çıxardın deyir. Uşaq yazmayıb o divarları. Onu məktəbdə saxlamaq əvəzinə ona deyə bilərik ki, indi yazdığın divarlarını al, nə bilim, bu yuyucu məxlulla təmizlə. Artıq şagirdə etdiyi bir fəaliyyətdən düzgün nəticə, məntiqi bir nəticə çıxardırıq ki, onu öz etdiyi hərəkətinə görə cəza vermirik, sadəcə məntiqi nəticə ilə etdiyi hərəkəti düzəltməyi xahiş edirik. Baxın, bu məntiqi nəticədir. Yəni məntiqi nəticə, məsələn, uşaq evdə də nə isə sındırıb, töküb yerə. Onu məsələn hər hansı bir cəza vermək əvəzinə sən həyata çıxa bilməzsən. Bu artıq cəzadır. Bu cəza vermək əvəzinə həmin o etdiyi hərəkətə görə məntiqi bir nəticə çıxara bilərik. Sən bunu tökmüsən, sən bunu sındırmısan, indi gəl yığışdır bunları, canın çıxsın, özün təmizlə. Bax, bunu artıq etdiyi bir hərəkətdən məntiqi nəticə, tökdüyü bir şeyi özünə yığışdırırıq. Bu məntiqi nəticədə. Yoxsa məsələn şagirdə həyata çıxmağa icazə vermirik, nə bilim, sevdiyi bir işlə məşğul olmağa icazə vermirik. Yəni ona bir cəza tətbiq əvəzinə onun etdiyi o fəaliyyətə, hərəkətə görə məntiqi bir nəticə çıxartmaq. Bu olur nə? Məntiqi nəticə. Dreykus deyir ki, tərif olmaz, təşviqdən istifadə edin, cəza olmaz, məntiqi nəticə çıxardın deyirdi. Və bir də burada şagirdlərin xoşagəlməz davranışlarını minimallaşdırmaq üçün müəllimlərə bəzi tövsiyələr verir. Bu tövsiyələr də yadda saxlayın, testlərdə qarşınıza çıxa bilər, amma hamısı keçdiklərimizdir. Oxuyaq bir-bir. Həmişə müsbətə köklənin. Yəni ki, müsbət, pozitiv bir münasibət saxlayın, mənfi tərəfə yönəlmək olmaz. Sonra sinif prosedurlarında və şagirdlərlə ünsiyyətdə avtoritik və ya icazə verici deyil, demokratik olun. Yəni biz bilirik artıq avtoritar üslub necədir? Demokratik üslub necədir? Yəni müəllim kimi şagirdlərə demokratik bir üslubda çıxış edin deyilir. Şagirdləri mükəmməlliyə yox, təkmilləşdirməyə çalışmağa sövq edin, təşviq edin. Yəni mükəmməllik necə olurdu? Ancaq müəllim dərs prosesində şagirdləri tərifləyirsə, artıq o mükəmməl hiss edəcək özünü, bir egoizmlik baş verəcək orada. Ona görə təkmilləşdirməyə, yəni özünü daha da inkişafa çalışmağa təşviq etməliyik. Sonra burada zəif cəhətləri minimuma endirərkən şagirdin güclü tərəflərini vurğulamaq, təbii ki, yəni şagirdin o müsbət tərəflərini hər hansı bir rəy verəndə də biz bilirik ki, şagirdə müsbət tərəfindən başlamalıyıq. Şagirdləri öyrənmədə dəyərli olan səhvlərdən öyrənməyə təşviq edin. Yəni səhvsiz insan yüksələ bilməz. Səhvlərdən düzgün nəticə çıxarmağı biz təşviq etməliyik şagirdləri. Müstəqilliyi və məsuliyyəti öz üzərinə götürməyi təşviq etmək, şagirdlərə etimad göstərin, onlara maneələri dəf etməkdə yardım edin. Yəni səhvə görə şans veririk, onlara inandığımızı göstəririk ki, uşaqlar özünü doğrulda bilsinlər. Şagirdləri bir-birinə kömək etməyə həvəsləndirin. Optimist olun və həvəsli olun. Yəni optimist, şən, açıq düşüncəyə yönəlik olmalıyıq. Biz pessimist olmamalıyıq və müsbət münasibət yanaşma yoluxucudur. Bu da Dreykusun müəllimlərə verdiyi tövsiyələr idi. Bizim bu sosial intizam modelimiz bu qədər. İndi isə keçək stimula cavab nəzəriyyəsinə. Və stimula cavab nəzəriyyəsi bizim Tornadiak tərəfindən irəli sürülmüş olan bir nəzəriyyədir və burada da deyilir ki, cavab nə qədər gücləndirilərsə, reaksiya ilə stimul arasında əlaqə bir o qədər möhkəm olar. Bu gücləndiricilər deyir, müsbət və ya mənfi ola bilər və gələcəkdə müəyyən bir cavabın olma ehtimalını artıra və yaxud da azaldıla bilər deyir. Burada da yəni hər hansı bir gücləndiricilər vasitəsilə müsbət və mənfi ola bilər deyir və hər hansısa bir yaxşı davranış varsa biz onu artıra və yaxud da azalda bilərik. Və burada da 4 dənə əsas prinsipdən söhbət gedir. Hansılardır bunlar? Birinci təsir qanunudur, ikinci hazırlıq qanunu, məşq qanunu və çoxsaylı reaksiyalar qanunu. Təsir qanununda deyilir ki, müsbət nəticələrdən sonra gələn cavabların təkrarlama ehtimalı daha yüksəkdir və mənfi nəticələrin ardınca gələn cavabların təkrarlama ehtimalı azdır. Yəni burada demək istəyirsək, məsələn, hər hansı bir uşağa
sınaqda yüksək nəticə göstərən bir uşaq varsa, biz onu mükafatlandırırıqsa, artıq növbəti dəfədə ona bir stimul olur. Növbəti sınaqlarda da, növbəti imtahanlarda da o şagird yüksək nəticə əldə edir. Artıq ona bir stimul olmuş olur. Yəni müsbət nəticələrdən sonra gələn cavabların təkrarlama ehtimalı daha yüksəkdir deyir. Mənfi nəticələrin ardınca gələn cavabların təkrarlama ehtimalı isə azalır. Belə olduğu halda hər hansı bir mükafatlandırma ediriksə biz. İkincisi gəlir hazırlıq qanunu. Hazırlıq qanununda qeyd olunur ki, öyrənmə o zaman ən təsirli olur ki, şagird öyrənməyə hazırdır və həvəslidir. Demək olar ki, ən önəmli olanlardan biri deyə bilərik. Adi hər hansı bir şagirdə biz nə qədər bir şeyi öyrətmək istəsək də, o mövzu, o belə deyim ki, seçdiyimiz metod şagirdin maraq dairəsinə uyğun deyilsə, o şagirdə biz nə qədər onu başa salsaq da o heç nə öyrənə bilməz. Yəni şagird özünü o öyrənməyə hazır hiss etməlidir və şagird həvəsli olmalıdır. İlk əvvəl həvəsdir. Şagird həvəsi olsa, marağı olsa, öz sevdiyi bir fəaliyyəti olsa, öz sevdiyi bir fən olsa, o belə deyim ki, dərsdə şagird daha gözəl şəkildə öyrənə bilir. Yəni hazırlıq qanununda nə deyilir? Öyrənmə o zaman təsirli olur ki, şagird öyrənməyə hazırdır və buna həvəslidir. O öyrənməyə hazır deyilsə, biz nə qədər izah etsək də o heç nə öyrənə bilməz. Sonra gəlir burada məşq qanunu. Məşq qanununda adından da göründüyü kimi öyrənmə təkrar və məşq yolu ilə baş verir. Biz bilirik ki, hər hansı bir mövzunu bir şagirdə öyrədiriksə, o təkrar olunmalıdır. Yəni bir dəfə elə üstdən keçiriksə, o şagirdin yadında da qalmaz. Yəni unudub gedəcək. Adi bizdə də kurikulumda görürsüz ki, hər dəfə sual-cavab edirik, möhkəmləndiririk, məşq eləyirik. Hər dəfə təkrar yolu ilə biz artıq onu möhkəmləndirmiş oluruq. Öyrənmə təkrar və məşq yolu ilə baş verən bir prosesdir deyilir. Sonra dördüncü gəlir burada çoxsaylı reaksiyalar qanunu. Burada da çoxsaylı reaksiyalar verilmiş stimula tez-tez çoxsaylı reaksiyalar olur və öyrənmə müvafiq reaksiya ilə stimul arasında əlaqələrin gücləndirilməsi ilə baş verir. Yəni biz burada reaksiyalar deyəndə hər hansısa bir müsbət bir davranış görürüksə, müsbət bir reaksiya verə bilərik şagirdə. Bu gülümsəmə ola bilər. Tutalım şagird hər hansı bir tapşırığa düzgün cavab veribsə, biz ona reaksiya vasitəsilə gülümsəyə bilərik. Yəni hər hansı bir jestika, mimikadan istifadə edə bilərik. Belə olanda artıq daha da o üst pillələrə çıxa bilər. Yəni reaksiyalar vasitəsilə ona stimul vermiş oluruq. Bu da oldu bizim stimula cavab nəzəriyyəsi Tornodiaq tərəfindən irəli sürülmüş. Mövzumuz bu qədər idi. Ümid edirəm başa düşmüsünüz. Yəni çətin bir şey deyil. Sadəcə ümumi şəkildə başa düşərək, anlayaraq, diqqətli olaraq mövzuya qulaq assaz, rahat şəkildə başa düşəcəksiniz və testləri də işləyə biləcəksiniz. Hələlik bu qədər. Sağ olun.